6-cı testə baxaq. Deməli, burada N64 qiyməti alınca davam eləməliyik. 64-dən öncə nə olub? Gəlin bunlara baxaq. S55 artıb, N22 artıb. Yəni, N'imiz də 1-dən başladığına görə N1, sonra 2, bir daha 2-yə vurulsa 4, sonra 8, sonra 16, sonra 32, sonra 64 qiymətini alıb. İndi burada dövr neçə dəfə gedib? 3, 4. Gəlin baxaq görək. 1 öz əvvəldən var idi. 2-dən başlayaraq. 2, 4, 8, 16, 32, 64. 6 dəfə gedib. S də deməli 6 dəfə 5, 5 artıb. Yəni S ümumi 30 qədər artıb. Belə deyək. 30 ümumi olaraq 30 qədər artıbsa əgər 51-dən bu 30-u çıxsaq, bu 21-dən başlamalıdır ki, 30 30 artıb gəlib 51 olanda dövr dayansın. Deməli hansı qiymətlə başlamalıdır? 21. İndi baxaq növbətiyə. 7-də dövrün yerinə yetirilməsindən sonra A dəyişəninin qiyməti nəyə bərabər olacağını müəyyən edin. Deməli 5-dən başlayaraq bir vahid azala yazırıq. 5-dən başlayaraq 4, 3, 2, eləmi? 4 dəfə dövr eləyir. A 4 dəfə dövr eləyərək bir vahid artacaq. Yəni 1 idi, olacaq 2, birinci dövr. İkinci dövrdə 3, üçüncü dövrdə 4, sonuncuda isə 5 alınacaq. Sonra keçdik 8-ə. 8-də nədir? Aşağıdakı fragmentin icrasından sonra ekrana nə veriləcək? Deməli, 5-dən başlayaraq 0-a qədər, yəni 0 özü olmur. Bir vahid azalaraq. Gəlin baxaq. 5, 4, 3, 2, 1. 5-dən başlayaraq 0-a qədər, yəni 5 0 aralığında -1. Yəni 1 çıxarıq. Və sonuncu olaraq 1. Neçə dəfə dövr elədi burada? 5-dən başladı. Burada da 4 dəfə gedir. Sonra K 8-dir. Hər addımda da K, baxın, 2 dəfə azalaraq gedəcək. Hər addımda K 2 dəfə azalaraq gedəcək. Onda necə olacaq? Baxaq. İ'miz isə 5 idi. Üstünə K gələrək davam edir. Üstə gəl K'da çıxışa nə veriləcək? Birinci dövrdə. Birinci dövrdə 5 ilə 8 hesablananda çıxışa 13 veriləcək. Eləmi? Bu bizim birinci dövrdəki qiymətimiz. Çıxışa 13. Birincidə. Yəni 5-dən başlayanda. Yazmaq mümkün olmadı. Birincidə 13. İkincidə uşaqlar baxırıq. İkincidə artıq 5 deyə davam eləmir. İkincidə 4-dən başlayırıq. İ'miz 4 olacaq. K'mız amma 2 vahid azalıb. 8 2 vahid azalıb 6 olub 10. İkincidə 10 gəlir çapa. Üçüncüdə üstə gəl K'da. Deməli baxırıq. Deməli 3-dən davam edirik. 3 üstə gəl neçə? 6 2 vahid azalıb olub 4. 7. Sonra 4-cüdə üstə gəl K'da. 2-dən davam edirik. 2. Yeni 2 qiyməti K yenə 2 dəfə azalıb. 4 2 dəfə azalıb olub 2. 4 qiymət alıb. Eləmi? Sonra 5-cidə i'miz 1 qiymətində. K'mız 2 azalıb 2 vahid 0 olub 1. Deməli, ardıcıl çapa gəlir 13, 10, 7, 4, 1. 13, 10, 7, 4, 1. C variantı uşaqlar. Baxaq 9-da. 9-da nə deyir? A da ədəddir, B də ədəddir, S də 0-dır. 0-dan A'ya kimi davam edəcək və hər dəfə S, B vahid artacaq. Hər dəfə B vahid artacaq. A qədər, amma dəyişəcək də, yəni 0-dan A'ya qədər. Əlbəttə, burada A və B ədədinin hasilindən söhbət edir. Necə izah edeyim bunu? Baxın, deyir ki, 5 ədədin 6 dəfə 6 vahid artırın, məsəl üçün. Onda 5-i nə edəcəyik? Yəni 6-ya vuraraq hesablayacaq. Belə deyək də, 6 dənə 5-in cəmi kimi, belə deyək. Daha doğrusu ifadəmiz 6 dənə 5-in cəmini tapmaqdır. Burada da S0-dır. A qədər, bu B vahid artacaq hər dəfə. B vahid orada olacaq. Onda bunların hasilinin tapılması düsturudur. Onda aşağıdakı proqramın yerinə yetirilməsi nəticəsində nə alınacaq? Müsbət ədəd olmalı. Yəni absolut mütləq müsbət ədədə çevriləcək. Modul deməkdir. Burada A-mız hər hansı bir ədəddir. 100-ə tam bölünməsindən, təzədən 10-a bölünməsindən qalır. Birinci 100-ə tam bölünməsin, sonra 10-a. Onda gəlin bunu başa düşmək üçün şərtlərə baxaq. Hamısı da 3 rəqəmli ədəddən söhbət gedir. Özümüzdən bir dənə 3 rəqəmli ədəd verək. Məsələn 423. Məsəl üçün. A-mızda 423 birinci mərhələdə. 423 nə olacaq? 423-ün 100-ə bölünməsindən alınan tam ədəd 4-dür. 4-ün də 10-a bölünməsindən alınan qalıq 4-dür. B-də 423-ün 10-a bölünməsindən alınan tam ədəd 42-dir. Onun da 10-a bölünməsindən alınan qalıq 2-dir. C-də 423-ün 10-a bölünməsindən alınan qalıq 3-dür. K deyir, K. Bunları hesablayın K'da. 100 vurulsun C 300'dür, eləmi? Deməli 100 vurulsun 3, üstə gəl 10 vurulsun 2, üstə gəl 4. Deməli burada olacaq
314. K'mız olacaq 314. Yox, 24 uşaqlar, 24. 324. Burada nə baş verdi? Ədədə fikir verək görək. 324. 423 idi, çevrildi oldu 324. Elə mi? M də kiçikdən 0 olarsa, M'imiz kiçikdir 0 olarsa. Evimiz də hər hansı bir ədəddir. Biz absolut M-i hesablamışdıq 423'ü. 0-dan kiçik deyil, onda print K-nın özünü çap edəcək. Bəli, 423 324 deyə çap olundu uşaqlar. Sizə burada nə aydın oldu? Ədəd 423'dür deyə, yenə təkrarlayıram. Tərsinə yazıldı. 324 kimi çapa vuruldu. Deməli, burada hansı variant olar onda? Mütləq qiymət olmaz, cəm olmaz. Ədədin əksi yox, işarə dəyişməyib burada. 100 misli yox, verilmiş rəqəmlərin tərs ardıcı hə, bu olacaq. Uşaqlar, burada E variantı olacaq o zaman. Bu da belə. İndi keçək 11-12-yə baxaq. Deyir, aşağıdakı proqram kodu ekranın içə ulduz simvolu çıxaracaq. Gəlin baxaq uşaqlar. Deməli, 1-dən 5-ə qədər bilirsiniz ki, range 5 özü daxil olmur. 1, 2, 3, 4. Eləmi? Sonra range 3. Hərəsi 3 dəfə təkrarlanır ulduz olaraq. 3 rəqəmdə də yəni 3 dəfə təkrarlanır. 1 3 dəfə təkrarlanır, 2 3 dəfə, yəni onların yerinə də ulduz deyə çap olunur. Bu da deməli 4 dəfə dövr eləyəni 3 dəfə təkrarlasaq 12 ulduz çıxaracaq. 12 və 13-ə baxaq. Aşağıdakı proqram fragmentinin yerinə yetirilməsində deməli yerinə yetirilməsindən sonra siyahıda hansı qiymətlər alınacaq? A 5 4 3 2 1-dir. Len uzunluğudur sətrin. Sətrin uzunluğu burada nə qədərdir uşaqlar? Sətrin uzunluğu n 5 dənədir. Yəni 5 dənə ədəd var. N 5'dir burada. Sonra i, yəni hər dəfə i üzərinə gələrək i vahid artaraq. Deməli uşaqlar, bura belə baxaq. i'miz 0 olanda 0 1 2 3 4. i'mizin 0 1 2 3 4 qiymətlərinə hər ardıcıllıq baxaq. i'miz neçə olacaq 0-da? 0-da 0 üstə gəl. Deməli a'imiz 5 4 3 2 1. Yəni bu belə davam edir. A üstə gəl i neçə olar? 5 üstə gəl 0. i 5 üstə gəl 0 5. Bunların cəminə bərabərdir. 4 üstə gəl 1 5. Sonra 3 üstə gəl 2 5. 3 üstə gəl 2 5. Bu da nəyə bərabərdir? 1 üstə gəl 1 5. Yəni belə deyək. Hamısının 5 qiyməti. D variantı ola bilərmi uşaqlar? Hamısının 5 qiyməti 12-də. Və bir səhv yoxdur. Səhvlik eləmədik heç nədə. D variantıdır. Doğrudur. Keçdik bura. Sonuncuya, yəni 13-ə. 13-də görək. 13 necə hesablayaq? Burada def funksiyasına görə 13-ü hesablasaq. Deməli, A ilə B-nin cəmi 19-dur. A 1 vahid artır, B 2 vahid. Onların cəmi qayıdır. Təzədən B A1, B2 kimi davam edir. Onda gəlin baxaq ki, hər dövrdə A-nın 1 vahid, B-nin 2 vahid artmasını fikirləşək. Sonda bunların cəmi nə qayıdacaq? 1, 2, A-mız 3, 4, 5, 6, 7 dənə olsa, B-miz olacaq 2, 4, yəni bunların artması 6, 8 artdıqca. Çünki A1, B2 qiymətidir. Bu qiymətləri yerinə qoyuram. 8, 10, 12 və 14. Eləmi? A ilə B-nin cəmi eyni zamanda. Burada 3, burada 6, burada 9. Deməli, burada 12, 15, 18. Sonda son nəticə olaraq neçə alacaq? Qələm yazmadı. Son nəticə olaraq 21'i alacaq. Bizdə də nə deyir? Funksiyanın son nəticəsini istəyir. Burada da 21'dir. B variantı.